Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün bilmədim nə bişirim iftara. Dükana da getməyə həvəsim olmadı. Ona görə də evdə olan ərzaqlarla, yəni toyuq filesi var idi. Ləzzətli bir kotlet bişirdim. Doğrudan da dadlı alındı. Ümid edirəm siz də bişirib bəyənirsiniz inşallah. Və bəyən düyməsini basıb abunə olmağı inşallah unutmazsınız. Fikirlərinizi də şərh bölməsində yazın, xahiş eləyirəm. Əvvəlcə deməli toyuğun filesini xırda-xırda doğradım. Doğranmış fileni qaba əlavə elədim. Və üzərinə yumurta əlavə elədim. Sonra evdə olan petruşkan cəfərini xırda-xırda doğradım. Biraz cəfəri var idi, onu da xırda-xırda doğrayıb əlavə elədim. Əslində keşniş şüyüd də olsaydı yaxşı olardı. Olmadığı üçün mən yayda qurutduğum keşniş şüyüd, reyhan qatışımını əlavə elədim. Bir də sarımsaq da qurudub toz halına gətirmişdim yayda, onu da əlavə elədim. Duz, istiot, xama, bir də mayonez, sarı kök, blenderdən keçirdiyim soğanı da əlavə edib yaxşı-yaxşı qatışdırdım. Ondan sonra un əlavə elədim. Əziz izləyicilərim, siz unu, duzu istiyotu zövqə görə vurun. Unu da ki, əgər kotletlər nazik çıxmasın, biraz qalın çıxsın istəyirsinizsə, ununu biraz bol vurun. Yəni baxın da duru olmasın. Duru olsa kotletlər nazik çıxacaq. Sonra Holland pendirini sürkəcdən keçirtdim və əlavə elədim, yaxşı-yaxşı qatışdırdım. Tavaya duru yağ əlavə eləyib isti çıxandan sonra kotletləri bişirməyə başladım. Çox ləzzətli kotletlər alındı. Mən ümumiyyətlə bu kotleti çox xoşlayıram, evdəkilər də xoşlayır. Et maşınından çəkmək lazım olmur, rahat olur belə bişirmək. Kotletlər pişdi. Mən qarnir qreçka verdim. Yəni qreçka hazır pişmiş var idi evdə. Siz istəsiniz düyü, kartofla da yemək olar, makaronla da yemək olar, yəni bu kotleti. Doğrudan da ləzzətli alındı. Siz də bişirin, nuş eləyin. Allah hamınızın evinə bol ruzu bərəkət versin inşallah. Allah oruc namazınızı, dualarınızı qəbul eləsin inşallah, əziz izləyicilərim. Göz haqqınızı halal eləyin. Sağ olun, sağlıqla qalın.